Deməli, bizim bu mollanın həyətində bir dənə əncir ağacı var imiş. Amma nə ağac. Yarpağından çox barı var. Günlərin birində molla baxır ki, əncirlər bal kimi şirələnib. Adamı lap gəl-gəl deyir. Ha, ha, ha. Ay səni yaradan, bu nə gözəllikdir. Bunları özüm yesəm günah olar. Gərək mən bunlardan yığım, aparım padşaha nübar eləyim. Bəlkə ağzı şirin olar, bizə də bir xələt zad verər. Molla səhər tezdən durur, ən qəşəng əncirlərini seçib yığır qaba, düşür yola saraya tərəf. Gəlir çatır sarayın qapısına. Amma sən saydığını say, gör fərraşlar nə sayır. Qapıdakı mühafizəçilər bunu görən kimi qabağın kəsirlər. Dayan görək, hara belə kişi? Padşaha görmək elə asandır, ver o qabı bəri, özümüz verərik. Sən burada, qapıda gözlə. Yazıq molla qalır qapının ağzında boynu bükük. Fikirləşir ki, yəqin indi çağırarlar. Elə bu vaxt bir dəstə fərraş bir sürü dustağı qabağına qatıb gətirir. Sən demə yolda bunların başı qarışıb, dustaqlardan biri aradan əkilib. Qapıda təhvil verəndə sayırlar, biri yoxdur. Baş fərraşın rəngi ağarır. Bu nə biabırçılıqdır, biri çatmır, indi başımızı kəsəcəklər, tez olun bir çarə qılın. Fərraşların gözü sataşır qapıda yazıq-yazıq oturan mollaya. Baş fərraş sevinclə qışqırır. Tapdım. Tutun bu kişini, qatın o birilərin arasına, say düzəlsin, vəssalam. Ay qardaş, mən dustaq deyiləm, mən əncir gətirmişəm, padşaha nübar gətirmişəm, ay aman, deyə molla nə qədər yalvarırsa xeyri olmur. Kişini döyə-döyə salırlar zindana. Yazıq molla, əncirinə verilən mükafat zindan olur. Günlər keçir, həftələr dolanır, molla qaranlıq zindanda saralıb solur. Bir gün qapı açılır, gələn Teymur Ləng özüdür. Bu qoca niyə buradadır, nədir bunun günahı, deyə soruşur. Molla elə oradaca halsız səslə, Qiblə-i aləm, vallah heç bir günahım yoxdur. Əncir gətirmişdim, əvəzində məni dustaq yerinə bura basdılar. Teymur işin nə yerdə olduğunu anlayır. Dərhal əmr verir ki, mollanı azad eləsinlər. Üzünü tutur mollaya, azad eləyin onu. Qoca, sənin gətirdiyin o əncirlər mənim çox xoşuma gəlmişdi. Haqsızlıq olub sənə. De görüm, məndən ürəyin nə istəyir? Dilə bəndən nə dilərsən? Molla durur, başını qaldırır. Qiblə-i aləm, sağ olun. O əncirə görə mən sizdən o qədər şey görmüşəm ki, daha başqa mükafat istəməyə üzüm gəlmir. Teymur təkid eləyir. Yox, mütləq bir şey istə. Molla birdən-birə ciddiləşir. Onda əmr eləyin, mənə bircə dənə iti balta versinlər. Teymur təəccüblə soruşur. Baltanı neynirsən? Molla dərindən bir ah çəkir, heç nə. Gedib o əncir ağacını kökündən kəsəcəm ki, bir də məni xətaya salmasın.